Onu bilmirəm elimiz nə qədərdir. Amma həbl elirəm sizi. Sizi daşıyıram, istəyirəm düşəm dalınca. Hara siz gedəsiz, mən də gəlin. O insanlar ki bu hala gəlib yetişirlər, arifdirlər. Onlar ən quru yerdə cənnəti görürlər. Pərverdigar aləm onların gözlərindən açır pərdəni. Onlar həqiqəti görür. Niyə? Çünki yəkfur bit tağut və yu'min billah. Onu xarici aləmdən nişan verirlər. Sizə bir hadisə deyim, ondan sonra inşallah hamımızı ağa dua eləyəcək. Baxın, Kərbəlada çox adam var. Amma Kərbəlada bir oğlan var, adına Abbas deyirlər. Hətta İbn Ziyad məclis çağırır, bir iclas çağırır. İclasda sual verir ki, görəsən biz qələbə qazanmışıq, yoxsa Hüseyin İbn Ali? Deyirlər ona, əlbəttə biz 34.000 bizim qoşunumuz var Kərbəlada. Əlbəttə qələbə bizləndir. İbn Ziyad deyir, yox, qələbə bizləndir, qələbə Hüseynləndir. Niyə? Deyir, çünki Hüseynin yanında bir nəfər var, dünya çərxini dəyişdirir. Kimdir o? Deyir, Abbas ibn Ali. Nə qədər Abbas ibn Ali Hüseynin yanındadır, Hüseynə biz yaxın düşə bilmərik. Abbasi Hüseyndən ayıraq. Abbasi hilə qururlar Abbasi ayırmağa. Neyniyək? Şimir deyir Abbasın anası ilə mən tayfada birik. Hər ikisi Bəli Kilab tayfasındandır. Amma Abbasın nənəsi hara? Şimir hara? O hara, bu hara? O bir xanımdır ki, Həzrəti Əlinin evinə gəlir gecə vaxt. Gecə vaxt. Gəlir Əlinin evinə, görür ev qaranlıq. Təəccüblə baxır Əliyə. Həzrət çırağı yandırır. Baxır, görür Fatimə balaları hərə bir güşədə birlərin boyunları qucaqlayıblar, məzlum oturublar. Həsənlə Hüseyn, Zeynəblə Ümmü Kulsum. Abbasın anasının da adı Fatimədir. Yeriyir Zeynəbin üstünə. O Zeynəbin üstünə yeriyəndə Zeynəb də qayıdır onun üstünə. Çırağı verir onun əlinə. Deyir, mənim evim, bu evə nənəm misalında gəlmişsən. Nənəmin sönmüş çırağını yandır. Fatimə alır Zeynəbi qucaqlayır. Deyir, Zeynəb, sənə canım qurban olsun. Mən bu evə xanım kimi gəlməmişəm. Mən bu evə sənə kəniz gəlmişəm. Və bir gün Əli onu çağırdı, Fatimə gördü xanım ağlayır. Sual elədi, xanım niyə ağlayırsan? Dedi, Əli can, sənə qurban olun, mənim adımı dəyiş. Dedi, niyə? Dedi, ağa, hər vaxt sən mənə Fatimə deyəndə görürəm Fatimə balaları ağlayır. Dözə bilmirəm onların göz yaşına, adımı dəyiş. Həzrət Əli adım dəyişir, qoyur Ümmü Bənin. Ümmü Bənin həmin evdə axır günə qədər Zeynəbə kəniz olur. Hüseynə özün kəniz verir. Abbası böyüdəndə Abbasa təlim verir. Abbas, sən nökərsən, Hüseyn ağadır. Sən nökərsən. Hüseyn ağa hətta Aşura günü sübhi vaxtı Hüseyn Abbasa qardaş deyəndə Abbas ağladı, dedi, Hüseyn mənə qardaş demə. Mən kiməm sənin qardaşın olan? Mən nökərəm, sən ağa. Mən Ümmü Bənin oğluyam, sən Fatimə balasısan. Sən ağasan, mən nökər. Abbas bücürdü ya Hüseynlə. Gəlirlər bir əmənnamə yazırlar, Şimir gəlir, dayanır təllin üstündə. Deyir, hardadır bacım oğlanlarının böyüyü Abbas? Səsi eşidir, bacı oğlu ki eşidir, Abbas başını salır aşağı. İmam Hüseyin əleyhissalam buyurur ki, Abbas can, düşmən də olsa icabət elə, gör nə danışır, nə deyir? Abbas gəlir, nə var?
Abbas qalır küfrlə imanın arasında. Küfr, şemr, iman. Hüseyin, Allah Teala buyurur: "Men yakfur bit tağut ve yu'min billah ve kad istemseke bil urvetil vuska." Ayet tezahür edir Kərbəlada. Ayə özün nişan verir Kərbəlada. Bəs bica deyir ki, Kərbəlaya deyirlər, Kərbəla bir sərzemin, Kərbəla bir yerdir ki, Qur'an ikinci dəfə nazil oldu Kərbəlada. Naxdır bu söz. Abbas Şimrin yanına gedir, əmənnamə verilir Abbasın əlinə. Açır əmənnaməni, oxuyur, görür. Abbasa əman veriblər. Abbas Hüseyndən ayrıl, hər vəzifə istədin sənə veririk. Hər mövqiyyət istədin sənə veririk. Hər nə qədər pul istəyirsən veririk sənə. Amma Hüseyndən ayrıl. Abbas əl atır qılıncına, deyir Şemr, bir an ləngisən qanın tökərəm. Bir an ləngisən qanıvı tökərəm. Şemr Abbasın bu halını görəndə gedir, Abbas da qalır təllədə. Nəcür qayıtsın Hüseynin yanına? Nəcür qayıtsın? Nəcür Abbas gəlsin Hüseynə? Özündə fikir eləyir. Yaxşı Abbas, niyə Hüseynin bu qədər sahabələrlə heç birinə əmənnamə gəlmədi, sənə gəldi? Niyə? Səni nə hesab elədi düşmən sənə əmənnamə verir? Utanır, gəlmir. Hüseyn gördü Abbas gecikir, Əli Əkbəri yolladı dalınca. Əli Əkbər gəldi ki, əmican, atam səni istəyir. Abbas gəlir, amma başı aşağı. Abbası gəlməyi qalsın bir yara, əmənnamə söhbəti ximələrdə ildirim surəti ilə yayıldı. Hamı bildi, Abbas əmənnamə gəlib. Balaca Rüqəyyə yığdı balaca uşaqları düz Zeynəbin xeyməsinə. Yığışdılar Zeynəbin başına. Hamı deyir, biri deyəsən əmimə əmənnamə gəlib gedər. Zeynəb onlara ürək verir, Abbası mən tanıram. Abbas Hüseyni atıb getməz. Rüqəyyə deyir, işdi əmim getsə, mən Əli Əsqəri alaram, qucağıma dolanaram əmimin başına, qoymaram getsin. Bir balaca uşaq deyir ki, o susuzluqdan partlayan dodaqlarımı görsədərəm, qoymaram bizi atıb getsin. Biri deyir, Əli Əsqəri qundağın görsədərəm, qoymaram getsin. Hərə bir dildən Zeynəb onları aram eləyir. Deyirlər, Abbas gəldi, hamı çıxır Abbasın pişvazına. Abbas gəlir, dayanır Hüseynin qabağında. Dinmir, Hüseyin kəhrəba dilini açır, Abbas can, sənə əmənnamə gəlib get. Deyir, Şemrin sözü o qədər əsər eləməmişdi Abbasa. Amma Hüseynin sözü Abbasın cigərini yandırdı. Abbas iltimas elədi, Hüseyin can, məni qapından qovma. Hüseyin cavab vermədi. Dedi Abbas, Hüseyin, əgər məni bu orduva sərkərdə qərar vermisən, sərduşimi al. Məni sərkərdəlikdən çıxart. Adi əskər elə, amma özündən qovma, aralama. Hüseyin dinmədi. Üzün çevirdi Zeynəbə, dedi, bacı dur bir şəfaət elə, ağam qovmasın məni. Zeynəb də başını saldı aşağı, dinmədi. Elə ki, Abbas gördü, nə Hüseyin dinir, nə Zeynəb cavab verir. Rikab cəngisin qoydu yerə, qılıncı belindən açdı qoydu yerə. Dəbilqəsini başından götürüb qoydu yerə, zirehin açdı qoydu yerə. Çəkmələrin çıxartdı, atdı, pay piyada, ayaq yalın, başı açıq üz qoydu getməyə. Bir neçə addım atmışdı, birdən döndü, dala baxdı, gördü Hüseyin necə aşiq məşuqun dalıca baxır, tamaşa elir Abbasa. Abbas dedi, Hüseyin, elə bilmə özgə qapıya gedirəm ha, əmənnamə gəlib gedirəm, yox. Birbaşa gedirəm Nəcəfə, dədəm Əlinin qəbrinə. Deyərəm, atacan, oğlun Hüseyin məni qapısından qovdu, yallah.